Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Varda Allahümme hulefâir raşidin. Ebu Bakır ve Umar ve Osman ve Ali ve ansari ashabihi ecma'in ve ba'd. Əziz qardaşlar, bugün bir mübarək məscidin həyətində toplaşmışıq. Bu arxamızda olan məscid Quba məscididir. Quba məscidi İslamda ilk inşa olunmuş məsciddir. Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədiniyə hicrət edəndə öz dostu Abu Bakr radiyallahu anh ilə bərabər Mədiniyə gələndə ilk dayandığı yerdir. Və bu məntəqənin adı Quba məntəqəsidir. Quba qibbə sözündəndir, yəni hündür olduğuna görə, Mədiniyə nisbətən biraz daha hündür olduğuna görə bu məntəqənin adı Quba məntəqəsi adlanıbdır. Və Məkkə yolunun üzərindədir. Və Məkkədən də o zaman gələndə Mədiniyə giriş qapısı sayılırdı bura. Şəhərə girmək üçün, Mədinə şəhərinə girmək üçün gəlib Qubadan keçmək gərəkirdi. Normal qafilələr, karvanlar yalnız gəlib buradan keçirdi. Və Mədinə əhalisi eşidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən hicrət yolculuğuna başlayır və hər gün Mədinə əhalisi 5 kilometr məsafəni gəlirlər. Burada Rasulullah sallallahu aleyhi və səlləmi gözləyirlər və sonra geri qayıdırlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həmin müddətdə yolda olur və onun Mədiniyə çatışı günorta namazından sonra olur. Günortadan sonra olur. Bir Yahudi, daha doğrusu müsəlmanlar birinci gözləyir. Görürlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gəlmədi. Gedirlər. Günortadan sonra bir Yahudi gəlir Mədinəyə bağırır ki, ey müsəlmanlar, gözlədiyiniz kişi gəldi. Yəni Rasulullah sallallahu aleyhi ve sellemin gəlişini o görür. Mədinə Yahudilərindən bir Yahudi. Və o zaman bütün Mədinə əhalisi Quba məscidinə və Quba məntəqəsinə tökülürlər və Peyğəmbər sallallahu aleyhi və səlləmi burada qarşılayırlar. Və gəldiyi zaman təbii ki, onlar Rasulullah sallallahu aleyhi və səlləmi çoxsu görməmişdi, tanımırdılar və Peyğəmbər sallallahu aleyhi və səlləmi yanında da Abu Bakr radiyallahu anh var idi və bəziləri hətta elə zənn edir ki, Abu Bakrın Peyğəmbər olduğunu zənn edirdilər. Çünki Abu Bakr radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha yaşlı görünürdü. Və sahabələr görəndə ki, Mədinə əhalisi görəndə ki, Abu Bakr radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemə xidmət edir, paltarını onun üzərinə tutur, onu kölgələndirir. O zaman başa düşürlər ki, xeyr, Allah Resulü sallallahu aleyhi ve sellem bu insandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Qubada 14 gün qalır və ilk etdiyi iş bu mübarək məscidi inşa etmək olur. Bu məscidi inşa etdikdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem Mədiniyə gedir, oradakı o öz məscidini inşa edir. Və beləliklə də Quba məscidi İslamda ilk inşa edilmiş məscid adını qazanır. İslamda ilk inşa edilmiş məscid Quba məscididir. Və Allah azze və cəllə bu məscidi vəsf edərək Quranda buyurur ki, "Məscidun ussisa alət təqva min əvvəli yevmin əhəqqu ən təqvama fi." İlk gündən təqva üzərində inşa olunmuş məsciddə namaz qıl deyir. Peyğəmbər sallallahu aleyhi ve sellemin birinci gündən inşa etdiyi və bu günə qədər də təqva üzərində davam edən bir məsciddir. Və Allah azze və cəllə bu məscidi təzkiyə edir. Bu ilk gündən təqva üzərində inşa olunmuş məsciddir deyir. Eyni zamanda Quba əhalisində Allah azze və cəllə tərifləyərək buyurur ki, "Fihi ricalun yuhibbun an yetatahharu vallahu yuhibbul mutahhirin." Orada kişilər var ki, oradakı kişilər pak olmağı, təmiz olmağı sevərlər. Allah da təmiz olanları, pak olanları sevər. Və bu da Quba əhalisinə bir təzkiyə idi. Və Quba məscidi dediyimiz kimi beləcə İslamda ilk inşa olunmuş məscid adını qazanır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə yaşadığı sürəcə 10 il müddətində həmişə Quba məscidini ziyarət edərdi. Quba əhalisinin gəlib halını soruşardı və bu məsciddə namaz qılardı. Hədisdə gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem hər həftə Quba məscidinə gələr, Quba məscidində namaz qılar və buradakı müsəlmanların halını soruşardı, onların halı ilə maraqlanardı. Və bu Peyğəmbər sallallahu aleyhi ve sellem feili sünnətidir. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellemin sözündən olan sünnət də odur ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim evində dəstəmaz alarsa, Quba məscidinə gələrsə və 2 rükət namaz qılarsa, ümrə savabı qazanır. Yəni bu böyük bir fəzilətdir, bu Allah azze və cəllənin lütfüdür. İnsanlar mallarını sərf edirlər, zamanlarını sərf edirlər, Məkkəyə gəlirlər və ümrə edirlər ki, ümrənin savabını qazansınlar. Həmin savabı bir insan, Mədinədə yaşayan bir insan, yəni 10-15 dəqiqə ərzində gəlib həmin fəziləti əldə edə bilər. Bu da Allah azze və cəllənin Mədinə əhlinə olan bir lütfü. Eyni zamanda
Mədinəyə gəlib, Mədinədən keçən insanlara da olan bir lütfüdür. Yəni burada başqa bir hər hansı bir əməl yoxdur, hər hansı bir ibadətə ehtiyac yoxdur. Burada varid olan əməl, sünnədə gələn əməl Quba məscidində 2 rükət namaz qılmaqdır. Subhanakallahumma bihamdik, əşhədən la ilaha illə əntə, əstəğfiruka və etûbü ileyk.